Düşmənə bax burada yaxşı dərs verdilər. Düşmən çaşqınlıq içində idi. İnanırsınız özlərini itirmişdi, başlarını itirmişdilər. Lələtəpədən bu istiqamətdə adlandırırdılar Ohanyan həddi, keçilməz. Güya ki, bunların bu Ohanyan həddini keçmək 20 ildə hazırlayıblar, möhkəmləndiriblər, mühəndis cəhətdən də belə çətin bir şeydir, mümkünatsız bir şeydir. Amma döyüşçülərimiz düşmənin Ohanyan həddini sizə deyim, göz qırpımında keçdilər. 40 dəqiqə ərzində bizim əsgərlərimiz, döyüşçülərimiz tam şəkildə düşməndən azad elədilər. Bir saatın sonunda bax o bayrağımız orada dalğalanmağa başladı. Bizim rayonda Qubadlıda tank əleyhinə bateriyanın komandiri olubdu. Döyüşlərin birində düşmən bir tank bölüyünə hücuma keçib, o bateriyası ilə düşmənin 7 tankını həmin hücumda vurub, 3'ü dönüb döyüşün ortasında döyüş meydanından dönüb qaçmışdı. Döyüş fəaliyyətinin təminatını, atəş dəstəyi təbii ki, mənə həvalə olunmuşdu. Polkovnik Şükür Həmidovla bizim qeyd etdiyiniz kimi bizim əvvəlcədən də münasibətimiz olmasına baxmayaraq və bu döyüşdə onun o soyuqqanlığı ilə bölmələrin idarə etməsi çox yüksək səviyyədə bacarığı özünü göstərdi və o düşmənin qabaqcadan niyyətini başa düşərək və həmin istiqamətlərə atəş çağırışlarını istədi. Eyni epizod burada da oldu. Döyüş vaxtı düşmənin tank taboru hücuma keçdi. Gene ağanın rəhbərliyi ilə artilleriyası düşmənin 11 dənə tankını vurdu. Tankları alışıb yanırdı. Tank taboru dönüb qaçdılar. Döyüşə girməkdən imtina elədilər, açıq-aşkar. Ağamir Sultanov o cür savadlı, bacarıqlı, döyüşçü deyərəm. Biziz adam adını çəkəndə adamın sinəsində ürəyi tıpıldayır sevinçdən. O cür ona layiq bir zabitdir. Çox əlverişli bir mövqedir bura. Bizim üçün qarşı ərazi hamısı görünür. Düşmən hamısı bu dərə ilə, orada görürsünüz o pasinkalıqlar. Onlar hamısı o yataqxanalarının sərhəd mühafizəsini deyək də təşkil eləmişdilər, qurmuşdular tikanlı məftilə. Güya ora gələndə girmək olmayacaq. Bütün istiqamətlərdə buradan dərələn düşmən, inanırsınız, mən sizə nə dediyim, pərakəndə şəkildə ancaq qaçırdılar. Karşımda duran cəngavərlər həmin vaxtı bura çıxan qrupun tərkibindəki uşaqlardır. Əsl mənada qəhrəmanlar. Bunları mən əvvəldən elə döyüşə girməmişdən bir neçə dəfə sınamışdım, tanıyırdım. İstənilən şəraitdə ən ağır
tapşırığı ver, döyüş tapşırığın təklikdə belə yerinə yetirməyə qadir əsgərlərdir, döyüşçülərdir. Lələtəpənin azadlığı bizə nə verdi? Ən başlıcası. Bütün bax görürsünüz də yaşayış məntəqələrini. Füzulinin, şəhərimizin yaşayış məntəqələri belə hamısı görünür. Düşmənin tam müşahidəsi altındaydı. Bütün fəaliyyətimiz düşmən tərəfindən buradan rahat, açıq, aşkar müşahidə olunur. Heç bir gizli fəaliyyətdən danışma olmazdı. Salam. Salam polkovnik baş ofitser Abbasov. Salam. Salam polkovnik ofitser Kəsənli. Salam polkovnik komutan Əşrəf Abdullayev. Salam polkovnik Şahid Səmirov. Salam polkovnik Tanrı İlhas Marov. Salam polkovnik kapitan Balov. Nətər vəziyyətiniz? Sağ ol. Yaxşı dəşir. Bizim prezidentimizin, Ali Baş Komandanımızın, Cənab Nazirimizin ordumuza olan qayğısı və həmin vaxtı biz buranı işğaldan azad eləyəndə düşməndə gördüyümüz şərait, onların Ali Baş Komandanlarının, prezidentlərinin, nazirlərinin onlara göstərdiyi qayğı arasındakı fərqi sizə çatdırırım. Burada gördüyünüz hər bir kəs, hərəsi bir, mən deyərəm, təklikdə ermənin bölüyünə cavab verəcək döyüşçülərdir, insanlardır. Bunlar o döyüş təcrübəsini qazandılar. Döyüşdə iştirak etmək yox, döyüşün fəalları, döyüşün aparıcıları, liderləri idi. Hay ver mənə Cənab Leytinan, hay ver mənə Leytinan, xoş müjdəli bir savaşdan pay ver mənə Leytinan, hay ver mənə Cənab Leytinan, hay ver mənə Leytinan, xoş müjdəli bir savaşdan pay ver mənə Leytinan. Döyüş, son döyüş bitməyib, bitməyib, qisas, son qisas bitməyib, bitməyib, hələ yad əldədir yurdumuz, yuvamız bitib tükənməyib, olğan davamız hələ yad əldədir yurdumuz, yuvamız bitib tükənməyib, olğan davamız. Bugünkü bu arxamda görmüş olduğunuz abidə həmin o şəhidlərin xatirəsini ucaldılmış abidədir. Burada bu igidlərin hərəsi özünə məxsus bir xüsusi igidlik göstərdilər. Mayor Əliyev Elnuru misal gətirmək olar, orada Qəhrəmanov Ruhini misal gətirmək olar, Həmidov Orxanı, hamısını demək olar ki, onlar hərəsi özləri öz düyündə hərəsi bir qəhrəmandır. Onlar bugünkü gün belə deyək, bizim üçün ölməyiblər, bizim üçün bitməyiblər. Onlar indi də var, yaşayırlar qəlbimizdə.